Ramiz Mehdiyevin arvadı Primakovun ümumiyyətlə Özü ilə xalaoğlu xala qızıdırlar. xalaoğlu xala qızıdırlar. Yəni Aha, deməli bu iddialar boşuna deyil. Həqiqətən də burada bunlar birbaşa Primakovla bağlıdırlar. Bunların birbaşa kəşfiyyat sistemləri, əlaqələri, münasibətləri. Orada da Primakovun özünü göstərdirlər ki, Gürcüstan Yevreydi ya da onun özü də elə erməni qarşığı bunların eyni dil, qanun daşıyıcılarıdırlar. Onun ana tərəfdən erməni şeylərin qarşığı deyirlər, şeyləmə, amma yalan söhbətdir. Bunların hamısı eyni erməni qarşığı, eyni necə ki Lavrovun özü Kəlentorov deyir, erməni qarşığı. Yəni bu proseslərin özündə Rusiyanın ümumiyyətlə bugünkündə Primakov gedib Lavrov oradadır. Rusiyanın elə bir ki patosu Lavrovdur. Rusiyanın hərbi kəşfiyyatda, əks kəşfiyyatda da, xarici işlər sistemi də, bütün əlaqələr də, ordu da bütün bu sistemlərdə necə Lavrovla bağlıdır, o dövrdə də hökumətin başçılığında Politburonun üzvü olmuş Primakovla bunların bağlılığı vardı. Yəni bunların bu bağlı, bu sistemlər, bu əlaqələr, bu vəzifədə olanda Primakova olan sayğılar, Primakovun burada 20 yanvarda iştirak eləmə, Primakovun burada iştirak eləmə 20 yanvarda bizim Milli Azadlıq Hərəkatına zərbə vurma prosesləri bu tamamilə dağıl edilməsi. O dövrün özündə də məsəl üçün 88-ci ildən Vəzirovun dövründən bu uzaqlaşdırsaydı, amma burada ölkədə xaosun, qarşı durmanın, ziddiyyətlərin burada yaradılması, yəni fakt ondan ibarət həm erməni pogromla bağlı, həm sərhədlərlə bağlı, həm Lənkəran istiqamətdə vəziyyətin dəyişməsi, həm Naxçıvanda sərhədlərin, o simlərin dəyişdirilməsi və ölkədə faktiki olaraq o dövrdə Rus ordusunun bura gəlməsi üçün buradakı o komünistlərin, gedişatların ümumiyyətlə ciddi bir hazırlıq var idi ki, Rus imperiyasının burada Milli Azadlıq Hərəkatına elə bir zərbə vursun ki, tamam dəyişilməsin.